Salam əziz abituriyentlər. İşlədiyimiz MHM sınavlarından sınaq 2-nin izahlarına baxacağıq. Daha doğrusu sınaq 1 B variantının izahlarına baxacağıq. Birinci sualda ABC natural ədədləri üçün bizə verilib A-nı B-yə vuranda 35, B-ni C-yə vuranda 45. Burada hər ikisində B iştirak elədiyinə görə bizə məlum olur ki, B 45-in də 35-in də bölündüyü bir ədəddir, yəni 5-dir. Birdən fərqli olduğunu nəzərə alırıq. B 5-dirsə, burada A 7-dir, B 5-dirsə, C 9-dur. Deyir ki, A vur B vur C-nin natural bölən sayı. A-nın yerində 7, B 5-dir, C 9. Bunu 7 vur 5 vur 3-ün kvadratı kimi yazmalıyıq. Çünki mürəkkəb ədəd saxlaya bilmərik. Natural bölən sayı deyəndə bu üstündəkilərin üstünə 1 gəlir, bir-birinə vurmaq lazımdır. Yəni n bərabərdir. 2 vur 2 vur 3 olur. 4-ü 3-ə vurduq, elədi 12 dənə natural bölən. İkinci sualda ortaq olmayan sadə ruhların hasil C-ni bizə 5 verib. Bir də ən böyük ortaq böləni. Ən böyük ortaq bölən əbub deməkdir. Əbubu verib bizə 6. Əbubun ABC ilə olan düsturunu yazaq. Bərabərdir. Kök altında A vur B böl C-dir. Yerinə qoyuram 6 bərabərdir. Kök altında A vur B, C-nin də qiyməti 5-dir. Kvadrata qaldırıram. 36 bərabərdir. A vur B böl 5. Buradan da A vur B-ni tapanda elə 36-nı 5-ə vururuq. 180. Üçüncü suala gələk. Üçüncü sual sadə sualdır. Deməli, yuxarı bir dənə sıfır atıb vergülün üstünə xətt çəkirik. Bir dənə sıfır atıb vergülün üstünə xətt çəkirik. 2 dənə sıfır atırıq. Çünki burada 3 dənə daxil. Vergül üstünə xətt çəkirik. 100-ü 1-ə böldüm 100. 50-ni 5-ə böldüm. 200-ü də 2-yə böldüm. Cavab 210. Dördüncü sualda deməli, Aysunun ümumi pulunu x götürək. Pulunun 4/1-ni, yəni 4/1x 7 manata xərcləyib. Bax, bu mənim yazdığım indi xərclənən puldur. Amma 56 manat qalan puldur. Yəni, bunu 56-ya bərabər eləyə bilmərəm. Bu xərclənəndir, bu qalandır. Bunu xərclənən pula bərabər eləyirəm. Yəni, qalan pulu çıxanda olur xərclənən pul. İndi 4/3x, bunun əmsalı 1-də, axı 1-dən 4/1-i çıxdım. 4/3x bərabərdir. Eləyir 63. 56-nın üstünə 7-ni gəldim. Buradan da x bərabərdir. Bunları ixtisar eləsək 21. 21-i 4-ə vurdum. 84 manat. Görüm, Aysunun neçə manat pulu var idi? Elə əvvəldən x götürmüşdüm də. Cavab 84 manat. Deməli, D variantıdır. 5-ci suala gəlsək. 5-ci sual, yəni, adi hesablamadır. Bu 9-da 2-dir. 90-da 21-dən 2-ni çıxdım 19. Bu da 90-da 32-dən 3-ü çıxdım 29. Bu oldu. Bunlara sıfır ataq olsun 90-da 39, o da 39 və 29 toplayırıq. Eləyir 68, 90-da 68. Digərini çevirim, sonra böləcəm. 90, 26-dan 2-sini çıxdım 24. Eləyir 90, özüm ixtisar eləmirəm burada. 90, 2-yə vurdum 180, üstünə 24-də gəldim 204. Deməli, birincini bölməliyəm ikinciyə, vur tərsi olur. Yəni 204 aşağı gəlir, 90 gəlir bura. Bunlar ixtisar gedir. 68 ilə 204-ü də ixtisar eləyək. Deməli, 4-ə ixtisar gedir 17, 4-ə ixtisar gedir 51, 51 ilə də 17 ixtisar gedir 3/1. Deyir, ifadənin 3/1 hissəsini tapın. Bu 3/1-dir, 3/1-in də 3/1-ini tapanda eləyir cavab 9/1. A variantı. Ədədi 8-ə böləndə alınan qalıq 7-dir. Məsələn, ədədim olur 15. 15-i 8 üstünə 7 gəldində 15
15. 15'i 4'e böləndə alınan qalığı tapın. Qalıq da eləyir 3. Bizdən də elə qalıq istəyir, yəni cavab 3. 7-ci suala gəlsək. Bunların yanına bir dənə x atırıq. Ekob 4x, 3x, 5x, 4x, 5x. Ekob deyəndə böyüyü götürürdük, 5x'i götürürdüm. O birisində olmayan vurğu gətirirdi. Yəni 4'ü gətirirsən bura. Eləyir 20x bərabərdir 120'yə. Buradan da x bərabərdir 6. X 6'dırsa A üstə gəl B. Biri 4x'dir, biri 5x'dir. Toplayırsan 9x eləyir. 9'u da 6'ya vursan eləyir 54. 7-ci suala yazdıq. 8-ci suala gəlsək. Deməli, qonşu bucaqların bir digərinin 5'də 4 hissəsidir. Bu ilə A variantında işlədiyimiz sualdır. 4x üstə gəl 5x bərabərdir 180'ə. Buradan x bərabərdir 20'dir. Kiçiyi istəyir burada. 4'ü vurursunuz 20'yə. Cavab eləyir 80. Bayaq böyüyü istəyirdi. 3 ardıcıl cüt ədəd deyəndə 9-cu sualda biri x-də, o biri x üstə gəl 2'dir, o biri x üstə gəl 4'dür. Ardıcıl cüt də deyəndə 2-2 yedirik, tək də deyəndə 2-2 yedirik. Cəmi deyəndə 3x üstə gəl 6 bərabərdir 186'ya. Buradan 3x bərabərdir 180'ə. Biri 60'dır, o biri 62'dir, o biri 64'dür. Ən böyüyü ilə ən kiçiyin məqlubu. Ən kiçiyi 60'dır bu. Ən böyüyü də 64'dür. Ekob tapıram. Deməli 2'nin kvadratı vur 3 vur 5. Bu da eləyir 2'nin üstü 6. Ekob tapırıqsa böyüyü götürürük. Yəni 2 üstü 6'nı götürdüm. 3 var, bir də 5 var. Daha doğrusu 3 ilə 5 yoxdur. Yəni bunlar gəlməlidir də bura. 64'ü 15'ə vurmalıyıq. 64, 15. Deməli 420 və 960. Baxaq D variantı. 10-cu suala gəlsə, uyğun tərəfləri perpendikular olan bucaqların biri o birisindən 8 dəfə böyüksə, biz demişdik ki, ya bir-birinə bərabər olurlar, ya da cəmi 180 olur. Burada biri o birinə 8 dəfə böyüksə, artıq bərabərlik halı mümkün deyil. Deməli, alfa üstü əlbəttə 180'dir. Biri də o birinə 8 dəfə böyüksə, məsələn, alfa bərabər 8 beta'ya. Burada alfanın yerinə 8 beta qoyduq. 9 beta bərabər 180'ə. Bu 20'dir, o biri 160'dır. Nə istəyir? Böyüyünü istəyir. Yəni cavab 160 dərəcə Y variantı. 11-ci suala gəlsək. 11-ci sualda bu A açıq B bölünsün 3B bərabərdir 1 verilir. Biri məxrəcinə 1 yazıb çarpaz vurub açacam. Açıq B bərabərdir 3B'yə. Buradan A bərabər 4B'yə. A'ların yerinə 4B qoyuram. Baxın burada A'ların yerinə 4B. Ekobda biz demişdik ki böyükdür. Ebobda balacadır. Bərabərdir 16. Bir ədəd o birisinə bölünürsə. 11-ci sualda. Olur 4B'nin kvadratı bərabərdir 16'ya. Burada B'nin kvadratı bərabərdir 16'ın 4'e böldüm. B də bərabərdir 2'yə. B 2'dirsə A 8'dir də. 4'ü vurdun 2'yə. Deyir A'nın üstünə B'ni qoy. A neçədir? 8. B neçədir? 2. 8'in kvadratı 64. C variantı. 12-ci suala gəlsək. 12-ci sualda. Düz xətt üzərində qeyd olunmuş 8 nöqtənin əmələ gətirdiyim düz xətt üzərində qeyd olunubsa, burada düsturlarımız var bizim. Şua sayı 2'dir, yəni 2'ni vurdun 8'e elədi 16. Bu şua sayıdır. Bir də parça sayı var. Parça sayı. N vur N çıx 1 bölü 2, yəni 8 vur 7 bölü 2. 28 demək. Nə deyir? Şuanın sayı parçanın sayının hansı hissəsidir? Burada elə bölürük. Sadəcə 4'ə ixtisar geçsin. 7 də 4 hissəsini təşkil edir. Şuaların sayı, parçaların sayı 7 də 4 hissəsini təşkil edir. 13-cü suala gəlsək. Bir fəhlə bir iş 8 saata, digəri 6 saatı yerinə yetirir. Bu elə bayaqki sualdır. Elə bir eyni ilə A variantını işlədik. Biri 8 saata, o biri 6 saata iş görürsə, 1 saata görülən 8'də 1, bu da 6'da 1.
1 saata görülən işi hesablayıram və 2 saat işlədiklərinə görə 2-yə vururam. 6 ilə 8, 24, ortaq məxrəc burada 3, burada 4. 7, oradan da 2-yə vurdum 14. 2-yə ixtisar getsə 12-də 7 hissəsi görülüb. İşin 12-dən 7-si görülübsə, uşaqlar 12-dən 5-i qalırdı, əlbəttə ki. 1-dən çıxdım. 14-cü suala gəlsək. Bölünənə x deyirəm. Bölən 5-dir. Natamam qismət 45-dir. Qalığında 3-dür. Yəni çox asan. 5-i vursan 45-ə. 225-in də üstünə 3-ü gəlsən. 228. Bitdi. Cavab D variantı. 15-ci sual. 15-ci sual rahat sualdır. Yəni 2 metodla izah eləmişdik. Birinci, bunları çıxırıq bir-birindən. Yəni 3-də 4-dən çıxıram. 13-də 4-ü vururam. 3-dən 5-ə, 5-dən 7-yə, 7-dən 9-a, 2 getdiyinə görə 2-də 1-ə vururuq. 13 ilə 3-ün əqrəbi 39. 3-ə böldün 13, 13-ə böldün 3. Neçə edir? 52 çıxılsın 12. Burada eləyir 40, 39. 2-də 1-ə də vuranda qalır burada 39-da 20. 39-da 20 hardadır? Y variantı. İkinci sonu da deyim bunun. Yəni bunları buradan birincini götürürsən, buradan axırıncını götürürsən, vurursan bir-birinə. 3-ü vurdun 13 elədi 39. Sürətlərini toplayırsan elə. 4 üstəgəl 4, 8 üstəgəl 4, 12, 16, 20. Bitdi. Bu da ikinci sual. 16-cı suala gəlsək. 16-cı sualı çarpaz vurub açıram. Açıq B-ni 7-yə vuracam. 7 vurulsun açıq B, 3 vurulsun A üstəgəl B. 7A çıxılsın 7B, 3A üstəgəl 3B. 7A'dan 3A çıxdım. 4A bərabərdir 10B-yə. 2 ixtisarləsən 2A bərabərdir 5B-yə. Biz bilirik ki 2 vur 5, 5 vur 2 olur. Gələk buradan nə istəyir? A üstəgəl B cəmi istəyir. 7 olur elə. Yəni 5 ilə 2-nin cəmi 7. Başqa mümkün halı da onsuz da yoxdur. Çünki bunlar rəqəmdir. Maksimum 9-a qədər gəlir. 600 ədədinin mürəkkəb bölən sayını tapacaq 17-ci sualdır. 600 əvvəl açıram. Yəni 6 vur 100 kimi yazıram. Əlbəttə ki, bunları sadə yazacağım. 2, 3, 2-nin kvadratı, 5-in kvadratı. Yəni 2-nin kubu, 5-in kvadratı, bir dənə də 3. Mürəkkəb bölən sayı bərabərdir. N çıx S çıx 1 deməkdir. Yəni natural bölən sayının düsturu var. N bərabərdir. Üstündəkilərin üstünə 1 gəlirsən, vurursan bir-birinə. 3 olur 4, 2 olur 3, 1 olur 2. 24. Yəni 24 çıxılsın sadə bölən sayı hərəsindən bir dənə götürməkdir. Burada 3 dənə sadə bölən var. Çıxılsın 3, çıxılsın 1. 20 dənə deməli mürəkkəb böləni var. 18-ci suala gəlsək. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 300-dürsə, yəni ya onlar 180-ə bərabər idi cəmi, ya da onların bir-birinə bərabər idi bucaqlar. Buradakı bucaqların cəmi 180 keçdiyinə görə deməli buradan bir-birinə bərabər olan halda 302-yə bölsən 150. Bu bucaqlardan birinin dərəcə ölçüsü ilə 150 olur. 19-cu suala gəlsək. Burada fikir verin. Xətti uzadacağım. Və 55-i gətirsək bura. Burada bir dənə x atıram. Elə ABC-ni istəyir. Bu ilə x üstəgəl 55 bərabərdir 156 deməkdir. Buradan da x bərabərdir 101 dərəcə. Bitdi. 20-ci suala gəlsək. 20-ci sualda birinci A-nın qiymətini hesablayıram. 5, 30, 3-ə ilə 30-dur məxrəc. 5-ə böləndə 6, 30-a böləndə 1, 3-ə böləndə 10. Deməli 6 çıx 7, mənfi 1 üstəgəl 10 eləyir 9. 30-da 9-u 3-ə ixtisarləsən eləyir 10-da 3. Ədədin 5-də 4 hissəsi vurursan bunu 5-də 4-ə. 50-də 12. 50-də 12-ni də
0 tam %24 şəklində yaza bilərik. Ümid edirəm ki, hesab səhvi getmədi. Deməli, 21-ci suala baxsaq, 21-ci sualda 10-a və 3-ə böləndə deyirsə, əkob tapırıq burada. Yəni 10-la 3-ün əkobunu tapıram əvvəl. Elə bir ədəd ki, 10-a da bölünür, 3-ə də 30. Qalıq da 2-dir. Elədi 32. Bütün 3 rəqəmli ədədlərin sayı. Bunu da qısa yolla tapmaq üçün ən böyük 3 rəqəmli ədədi bölürsən 32-yə say tapacam. Yəni tamını götürəcəyik də. 99 içində 3 dənəsi eləyir 96. 39-un da içində bir dənə düşür. Yəni tam lazımdır mənə. Elə cavab 31-dir. Yəni 31. 22-ci suala gəlsək. 22-ci sualı burada qeyd edirəm. Deməli, 22. Bu kəsrin sürətində 90, bir dənə 9, bir dənə 0 və burada olur AB ədədi çıxılsın arada qalan, yəni A üstə gəl. Burada da eyni qayda ilə 90, deməli BA ədədi çıxılsın B. Deməli, bu bizim kəsrimizin sürətidir. Məxrəcində də olur 2 dənə 9, bir dənə 0. Deməli, 0 AB ədədindən 0-ı çıxırsan da, yəni AB qalır elə. Baxın, 0 AB-dən arada qalan 0-ı çıxır, üstə gəl. Burada da 990-dır. 0 BA ədədindən 0-ı çıxırsan, qalır elə BA. Bərabərdir. Kəsr xəttini çəkdik. Burada ümumi 90 yazıram. 10 dənə A var, birin çıxır 9 dənə A. Amma burada bir dənə də A var, yenə də 10 dənə A qalır. 10 dənə B var, birin çıxır 9 dənə B. Burada biri də var, amma yenə 10 dənə B qalır. Aşağıda 990-ı yazın. 990. Deməli, bunun içində 10 dənə A var, burada bir dənə. Yəni 11 dənə A var, 11 dənə də B var. Bərabərdir, bərabərdir. Yenə də onu çıxardıram mötərizənin xaricinə, A üstə gəl B. Biz demişdik ki, uzağı uzağa vurub sürətdə, 990-ı da gətirdim bura. Yaxını yaxına vurub məxrəcdə. 90-ı gətirdim bura və 11-i çıxartdım buradan mötərizənin xaricinə, A üstə gəl B-ni də yazdım. A üstə gəl B-lər gedir. Deməli, 10 ilə 90-ı ixtisarlədim 9. 9-u 11-ə vuranda 99, 99 ilə ixtisar gedir 1. Yəni 10 qalır da yekun olaraq. 20-ci sualın cavabı 10. Gəlsək 23-cü suallardadır, baxın. 23-cü sualda, bu suallar sadədir, amma çaşdırıcı suallardır. Bura fikir versəz, deməli, həmin yolu mən göstərirəm. Bu tip suallarda, deməli, başlanğıcında və sonunda burada da deməli ağac bastırılır. Ağac bastırılır. Əvvəlcə bu 25 kilometri metrə çevirirəm. 1 kilometr 1000 metr olduğu üçün 3 dənə 0 gəlir. Bölürəm bunu 10 metrdən bir düşdüyünə görə ona bölürük 2500. Bir fikir verin, burada birinci ağac əkilir, 10 metrdən sonra növbəti. Bu qayda ilə gəlir ən axırıncıda da var. Yolun yəni əvvəli ilə axırında ağac əkilib. Yəni birinciyə bir dənə A desəm, yəni ağacları nəzərdə tuturam. Burada da bir dənə B desəm. Biz buradakı ağacların sayını tapmaq üçün, ədədlərin sayını tapmaq üçün belə yanaşmırdıq A-dan B-yə. Hər ikisi daxil olduğu üçün, bunlarda ağac əkildiyi üçün daxil elədim. Burada olur B çıxar, üstə gəl 1, düzdür. Yəni, birində 2500 üstə gəl 1 sayda. Yəni, 2500 bir dənə buradadır. Eyni qayda ilə burada da 2500 bir dənədir. 5000 2 dənə ağac əkilib də. 24-cü suala gəlsək. Məxrəci 75 olan düzgün kəsirlərdən. Məxrəci 75 olan düzgün kəsirlərdən 3 vur 5-in kvadratıdır. Neçəsini sonlu onluq kəsir şəklində yazmaq olar. Sonlu onluq kəsir deyəndə 2 və 5-in deməli hasillərindən biri çıxırdıq. Burada elə bir dənə 5-in kvadratı var. 5-in kvadratından biri çıxırsan 24 dənə. Bir də 25-ci suala baxsaq. 25-ci sualda
Uyğun tərəfləri perpendikulyar olan bucaqlar üçün 2 dənə şərt var. Ya onların cəmi 180-dir, ya da onlar bir-birinə bərabərdir. Birinci bunu yoxlayıram. Bunu bilirsiniz ki, belə çarpaz vurub açmaq lazımdır. 5 vurulsun 5 alfa, deməli 5 alfa çıxılsın 4 beta bərabərdir 2 vurulsun 3 alfa üstə gəl 9 beta. 25 alfa üstə gəl çıxılsın, daha doğrusu 20 beta 6 alfa üstə gəl 18 beta. Alfaları bir yana yıxsam 19 alfa bərabərdir 38 beta olur. Bu gedir o yüzden toplam olur. Alfa bərabərdir 2 beta. Alfanın yerine 2 beta qoyanda 3 dənə beta bərabərdir 180'ə. Buradan beta bərabərdir 60'dır. Alfa da bərabərdir 120'dir. Nə istəyirdi? Alfa çıx beta 120'dən 60'a çıxırsan 60. İndi burada mən baxdım alfa üstəgəl beta 180 olan hala. Bunun axı ikinci halda var idi. İkinci halda alfa bərabərdir beta olur. Bunu nəzərə alırsan əgər bu kəsirdə olur belə 5 dənə alfa çıxsın 4 dənə alfa. Çünki alfa ilə beta eyni şeydir də. 3 dənə alfa üstəgəl 9 dənə alfa. Bu eləyir 1 dənə alfa, bu eləyir 12 dənə alfa. Bunlar ixtisar gedir. 5'də 2'yə bərabər deyil də bu. Yəni doğru deyil. Ona görə bu hal bizim bu misalımızda ödənmir. 25-ci sualda ödənmir. Doğru cavab 60'dır yəni. Bu qədər.